Gəlin, tarixin bəlkə də ən böyük macəra hekayələrindən birinə baş vuraq. Və təbii ki, bu hekayənin arxasında dayanan, həyatı bəlkə də romanlarından daha macəralı olan o inanılmaz müəllifə. Bəli, söhbət Üç Müşketyordan və onun yaradıcısı Aleksandr Dumadan gedir. Təsəvvür edin, 17-ci əsr Fransası. Elə bir dövrdəyik ki, hər küncdə bir intriqa, hər sarayda bir siyasi oyun var. Kral və kardinal arasında amansız bir hakimiyyət mübarizəsi gedir. Qısacası, qəhrəmanlıq və macəra üçün demək olar ki, bundan daha mükəmməl bir səhnə ola bilməzdi. Bax, hekayəmiz məhz burada 1625-ci ilin aprelində bu kiçik Menk qəsəbəsində başlayır. İlk baxışdan çox sakit bir yerə oxşayır, elə deyilmi? Amma bu sakitliyin arxasında böyük bir fırtına qopmaq üzrədir. Və səhnəyə qəhrəmanımız daxil olur. Cəmi 18 yaşında bir gənc. Görünüşü ilə, düzünü desək, biraz Cervantes'in Don Quixotuna bənzəyir. Amma aldanmayın. O qürurlu duruş, o iti baxışlar var ha. O dərhal onun kim olduğunu göstərir. Cəsur, biraz da inatkar bir Qaskonyalı. Amma onun bir problemi var. Daha doğrusu atının. O qədər qəribə, o qədər gülməli görünüşlü bir atdır ki, ətrafdakılar özünü saxlaya bilməyib gülüşür. Və bilirsiniz də, belə gülüşlər çox vaxt yaxşı nəticələnmir. Bu sadəcə bir qığılcımdır, amma tezliklə böyük bir alova çevriləcək. Bax, elə bu vaxt Azad Dəyirmançı meyxanasında bir zadəgan peyda olur. Kimliyi bəlli deyil, amma baxışlarından, duruşundan təkəbbür yağır. Və o iti, soyuq baxışlarını birbaşa bizim gəncin atına zilləyərək açıq-aşkar lağ etməyə başlayır. Bizim Qaskonyalı'nın cavabı təbii ki, özünü çox gözlətmir. Elə bu sözlər onun bütün xarakterini ortaya qoyur. O qürur, o mümaqişəyə hər an hazır olan coşqun təbiət. Yox, o təhqirə göz yumacaq biri əsla deyil. Amma bu döyüş heç də ədalətli deyil. Qəhrəmanımız D'Artagnan təkdir, zadəganın isə adamları var. Onu mühasirəyə alıb, huşunu itirənə qədər döyürlər. Və ən pisi bilirsiniz nədir? Onun bütün ümidlərini bağladığı, Parisə, cənab de Treville'in yanına apardığı o vacib təqdimat məktubu da oğurlanır. Hər şey bitmiş kimi görünür. Yaxşı, dayanın bir anlıq. Belə unudulmaz bir qəhrəman, belə dramatik bir giriş. Bunu kim yarada bilərdi axı? Bax, bu sual bizi romanın səhifələrindən birbaşa reallığa, bütün bunların arxasındakı dahi beynin dünyasına aparır. Və budur o adam, əfsanənin özü, Aleksandr Dumas. Elə bir adam ki, onun öz həyatı, qılınc döyüşləri, siyasi inqilablar, böyük ehtiraslar. İnanın, onun həyatı istənilən romanından daha macəralı, daha çılğın idi. Gəlin onun həyatına qısaca nəzər salaq. Baxın, bu sadəcə bir bioqrafiya deyil, əsl macəra filmidir. Napolyon generalının oğlu kimi başlayır, sonra inqilab barikadalarında vuruşur, inanılmaz sərvətlər qazanır və hamısını xərcləyir, müflis olur. Məhz bu coşqun, bu biraz da xaotik həyat tərzi onun əsərlərinə o tükənməz enerjini verən əsas mənbəyidir. Yaxşı, belə bir sual yaranır. Dumas bu qədər çox əsəri necə yazıb çatdırırdı? Gəlin onun sirrinə baxaq. Bəziləri buna yazı fabriki deyirdi. Bu, həqiqətən də unikal bir proses idi. Tarixi quru faktlardan necə alıb unudulmaz bir maceraya çevirdiyinin hekayəsi. Bilirsiniz, Dumas öz dövrü üçün əsl inqilabçı idi. O dövrün klassik teatrının o sərt, cansıxıcı qaydalarını götürüb bir kənara atdı. O dedi ki, bəsdir bu statik səhnələr, uzun-uzadı monoloqlar. O, ədəbiyyata nəfəs gətirdi. Sürətli hərəkət, iti canlı diyaloqlar və ən əsası bizlər kimi etirazlı, səhv edən, sevən qəhrəmanlar. Bəs Dumanın gizli silahı nə idi? Çox sadə. O, tarixə bir dərslik kimi baxmırdı, yox. Onun üçün tarix üzərində öz qəhrəmanlarını oynatdığı nəhəng bir oyun meydanı idi. Faktlar, bəli, vacibdir, amma dram daha vacibdir. Onun əsas məqsədi sizi əyləndirmək, sizi hekayənin içində saxlamaq idi. Quru faktlar əzbərlətmək yox. Və gəldik o fabrikin ən mübahisəli hissəsinə. Əməkdaşlar. Bəli, Dumas tək işləmirdi. Məsələn, August Meiki kimi yazıcılar var idi. Onlar tarixi araşdırır, hekayənin belə desək skeletini qururdular. Amma sonra Dumas gəlirdi və o skeletə can verirdi. O, sehirli toxunuşla, unudulmaz obrazlar, o canlı diyaloqlar. Bax, bu Dumas'ın özü idi. İndiki yaradıcısının bu coşqun ruhunu, bu unikal metodunu başa düşdük. Gəlin onun şah əsərinin Üç Müşketyorun dünyasını yenidən qaydaq. İndi hər şey daha mənalı gələcək. Və hekayənin ürəyində nə dayanır? Təbii ki, ədəbiyyat tarixinin bəlkə də ən məşhur dostluq hekayəsi. Bir yanda gənc, qanı qaynayan D'Artagnan, o bir yanda kübar, amma qəlbində bir kədər gəzdirən Atos.
Sonra şən, biraz da özündən razı Portos və nəhayət zərif, sirli Aramis. O qədər fərqlidirlər ki, amma birlikdə onlar sədaqətin və şərəfin canlı abidəsinə çevrilirlər. Əsas süjet isə Kraliça Annanın almazları ətrafında fırlanır. Amma bu sadəcə bir zinət əşyasının hekayəsi deyil, əsla. Bu, Fransa və İngiltərə arasında böyük bir siyasi oyunun mərkəzindədir. Bu elə bir missiyadır ki, şərəf, sədaqət və inanılmaz cəsarət tələb edir. Həqiqətən də nəfəs kəsici bir macəradır. Düşünün, üstündən təxminən 200 il keçib. Amma 3 müşketyor hələ də dünyanın dörd bir yanında oxunur, sevilir. Yaxşı, bu necə olur? Bu ölməz macəranın sirri nədədir axı? Gəlin sadəcə bir rəqəmə baxaq. 100-dən çox. Bəli, bu hekayə 100 dəfədən çox filmə, seriala, tamaşaya uyğunlaşdırılıb. Bu o deməkdir ki, hər yeni nəsil bu hekayəni yenidən kəşf edir, öz müşketyorlarını tapır. Bəs niyə? Çünki roman elə mövzulara toxunur ki, onlar heç vaxt köhnəlmir. Sarsılmaz dostluq, şərəf anlayışı, cəsarət, haqsızlığa qarşı mübarizə. Bunlar elə dəyərlərdir ki, hansı əsrdə yaşamağımızdan asılı olmayaraq, hamımızın ürəyinin dərinliyində bir yerə toxunur. Baxın, tarixçi Jules Michelet Dumas haqqında nə deyib? Siz böyük yazıçıdan da artıqsınız. Siz təbiət qüvvələrindən birisiniz. Məncə, bu hər şey deyir. O, sadəcə sözləri kağıza düzən biri deyildi. O, sözlərlə fırtınalar yaradan, hekayələrlə dünyanı silkələyən bir təbiət hadisəsi idi həqiqətində. Və sonda gəlin birlikdə düşünək. Bizim bu müasir, bu qədər fərqli dünyamızda qılınc və şərəf haqqında olan bu hekayə niyə hələ də bizə bu qədər güclü təsir edir? Bu qəhrəmanların sədaqətində, onların cəsarətində elə hansı universal həqiqət gizləmib ki, zamanın bütün sınaqlarından keçərək bugün də bizə ilham verməyə davam edir?